işdən çıxdım. Dedim ki, ilahi pərvərdigara, bir dənə qapı aç mənə. Bəs mən öz işlərimi, öz planlarım var ki, onları həyata keçirdim. Moment axşam bəs gördüm ki, elanda Əhməddə bir obyekt çıxıb, çox ürəyimə yatdı. Getdim obyektə baxdım, obyekt ürəyimə yatdı, qəşəng, gözəl. Balacadır, 4 də içəridə sulu var, amma manqalı var, əsas manqalda. Manqalı var, sonra dönər aparatı bir dənə var, bir dənə də alıb qoydum. Bəs orada mənim 4000 ya da 5000 pulum var idi, 4-5000 pulum var idi. O da ki, 3000 var idi, yığmışdım da. 3000 var idi, çünki 3000 var idi, 2000 də loteriya oynayırdım. Loteriyadan 2000 gəlmişdi, 5-i düzəlmişdi. 5-dən işə başladım, yavaş. Sən necə, məsələn, bu günlər mənim gün olurdu ki, 50 manat alverim olurdu, 70 manat alverim olurdu, 90 manat alverim olurdu. Özüm işləyirdim. Amma reklam da eləyirəm, çünki bilirəm ki, bu işi yürütmək üçün birinci növbədə reklam eləmək lazımdır. Maşallah olsun, maşallah. Bakı şəhərinə səs salaq. Balıq əkməyimizin sifarişləri dayanmır. Gördüyümüz babaların hamısı sifarişlərdə, arkada paketlərimiz var. Min şükür Allah, bu günləri hamı demək olar ki, reklam eləyir. Amma min şükür ki, yəni onu Allah Taala bizə qismət elədi. Mənə qismət elədi ki, mən avqustun 15-i bir dənə çörək arasında balığı çəkdim, paylaşdım. Həm var idi, çörək arası balığı mənə qədər də var idi, indi də var. Amma bilirsən nətər, reklamla tanınmaq məsələn üçün çörək arası balıq. Bilirsən nətər var, amma bunun reklamı bu qədər kütlə görməyib, bu qədər kütlənin qabağına çıxarmamısan. Allah Taala o qapıyı bizə açdı, 15-i paylaşdım, 16-sı artıq mənim həmin videoma 1 milyona yaxın baxış gəlmişdi. Həqiqətən reklamın gücünü mən orada gördüm. Səhər-səhərdə saat 10-da obyekti gəldim, görürəm obyektin qabağında 10 nəfər dayanır. Mən də reklamını görüblər, görən kimi aç balıq ver, balıq yoxdur, 6 dəyə balıq var. Şimdi balıq qardaş, nə var ya, niyə? O şimdi qaçdım bazardan, aldım, gətirdim, balığı düzəltdim. Dedim, ay yox, bu beləncə olmayacaq da, səhərə balıq deməliyəm. Mən də balıq obyekti birinci gün açanda yığmışdım hopdavoyu ki, bəs qardaş mənə balıq ver, təzə açıram da bilmirəm. Balıq vermə, dedi nə qədər lazımdır, dedim bəs mənə balıq lazımdır 5 dənə, 6 dənə də belənəsinə, yəni 2 kilo, 3 kilo. Dedi yox, biz ancaq kasetlə satırıq da, kaset nə qədər 20 kilo kaset olur. Dedim, sən nə danışırsan, mən 20 kilo kaseti açmamışam, bilmirəm. Dedim, amma sən narahat olma, mən sənə vaxt olacaq, yığılayacam, ondan 10 dəyə göndər. Belənsə də indi, inşallah Allah qismət eləsin, o yüz bu yüz. Yəni sözümün canı məqsəd var orada, 10 dəyə karovka. Sən nətər və ya 50 manat, 100 manat, məqsəd var. Gedirsən, məqsədin dayıcı gedirəm. Bəs bunu yığdım, dedim, bəs bir dənə karovka çörək arası göndər. Balıq göndər, skumbriya. Nəsə bir karovka göndər, qardaş, bir karovkanın 10 kilosunu açmışam.